Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Aprelin 15-dən vətəndaşların bank kartlarından 32.306 manat oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik bir daha vətəndaşların diqqətinə çatdırır. Kartın üzərindəki CVV, CVS kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13.700, 3.450, 3.017, 1.827, 1.600, 1.396, 1.288, 1.140, 1.121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Şəxsi bank məlumatlarını qəti olaraq naməlum şəxslərə verməyin. Təhlükə var deyə Nazirliyin məlumatında bildirilib.